Dostlar salam, yeni bir Power BI videosu ilə qarşınızdayıq. Dostlar biz bu videoda pul və büdcə ilə bağlı olan müəyyən proqnoz hesablamalarına baxacağıq. Hansı ki dostlar biz bu dərsdə bu ikinci səhifədə qoymuş olduğum müəyyən bir hesablamalar var. Bizdən bunlar tələb edilir və biz bunları hesablamalıyıq. Yoldaşlar çox qəliz məsələlər deyil, hesablamalar deyil, lakin bunun əksinə düşünürəm ki, sizin öz hesabatlarınızda da sizə işinizə yaraya biləcək və maraqlı olacaq müəyyən hesablamalardır və hər biri haqqında ayrı-ayrı danışacağıq yoldaşlar. Lakin keçməmişdən öncə, videomuza başlamamışdan öncə dostlar, mən istəyirəm ki, sizinlə ilk öncə biz bu dərs üçün hansı reportu hazırlamışıq və daha doğrusu hansı report üzərində çalışacağıq və hansı datalarımız var, hansı datanın hansı hissəsindəyik, onlar haqqında məlumat verim. Daha sonra isə artıq hesablama hissələrinə keçid edərik. Dostlar, bu görmüş olduğunuz report artıq hazırlanıbdır bir hissəsi. Hansı ki, yoldaşlar, müəyyən bir kart vizuallar var, fikir versəniz. Hələ ki, kart vizuallarının özünü, yəni ki, skeletini qoymuşam, lakin hər hansı bir hesablama yoxdur. Bunların hər biri yoldaşlar bizim bu ikinci səhifədə olan hesablamaların birinə deməli uyğun gələcək. İndi bunların hamısını hesablayacağıq. Yoldaşlar bizim burada əsas deməli prinsipimiz nədir? Bizim bir ədəd əsas deməli bir datamız var, bir cədvəlimiz var. Bu cədvəl yoldaşlar data adı altındadır. Bunu hansı ki kalendar table'da deməli bunu idarə edir vaxt əsaslı və həmçinin table bölməsinə keçid etdiyimiz zaman isə yoldaşlar dataya klik etdiyimiz anda fikir versəniz müəyyən bir tarixlər, həmçinin qarşısında income, həmin tarixdə gəlirmi yoxsa xərc olduğunu, həmçinin yoldaşlar qarşısında bu gəlir və xərcin hardan gəlib və yaxud ki expense olaraq hara xərcləndiyini, qarşısında məbləği və təbii ki yoldaşlar bu məbləğin xərcləndiyi və yaxud ki gəlirin gəldiyi kart ola bilər, kredit kart ola bilər və yaxud da ki ümumiyyətlə ən az bir nəqd pul ola bilər. Bunlar haqqında olan bir sütundur. Yoldaşlar uzun sözün qısası bizi burada gəlir və xərclərimizi yazdığımız bir data mövcuddur. İndi isə bizdən yoldaşlar bundan sonra biz müəyyən bir hesablamalar və s. müəyyən bir vizuallar yaratmışıq. Lakin indi bundan sonra bu hesablamalar üzərindən başqa bizdən hesablamalar tələb edilir ki, bunları artıq sizə göstərdim. Bunları etməyə çalışacağıq. Yoldaşlar bundan əlavə bizim dediyim kimi kalendar cədvəlimiz və həmçində bir ədəd measure table'ımız var. Hansı ki bu measure table'da yoldaşlar artıq öncədən müəyyən hesablamalar edilmişdir. Onlardan əsas total income'dır, total expense'dir, hansı ki, yəni gəlir, ümumi gəliri və ümumi xərci göstərir. Həmçinin yoldaşlar bizim burada balans var. Balans dediyimiz hesablama nədir yoldaşlar? Total income və total expense bir-birindən fərqidir və yəni ki, hal-hazırdakı əlimizdə olan bu balans göstəricisi 221 manat yazılıbdır. Yəni ümumi gəlirdən ümumi xərcin çıxılması vasitəsilə yaradılmışdır. Və həmçinin yoldaşlar bizim burada running balance deyə bir hesablamamız da var. Bu isə digər balansdan nə ilə fərqlənir? Hansı ki, biz əslində hər ay üzrə əgər görmək istəsək ki, bizim nə qədər tutaq ki, hər ayda digər ay ilə bərabər nə qədər qazandığımız, nə qədər fərqimiz olubdur. Bunu da yoldaşlar kumulativ bir toplama vasitəsilə etmişik. Dostlar, bu hissədə bir məsələyə aydınlıq gətirmək istəyirəm. Əgər sizin kumulativ toplama ilə bağlı, yəni ümumiyyətlə bu hesablama ilə bağlı hansı bir çətinliyiniz varsa, bizim əvvəlki dərslərimizə qayıda bilərsiniz. Kumulativ toplama ilə bağlı ayrıca dərs videomuz mövcuddur. Yoldaşlar, həmən geri qayıdıram report bölməmə və burada running balansdan və həmçində balansdan ikisindən daha çox istifadə edəcəyik. O zaman gəlin başlayaq və hansı hesablamalar bizdən tələb olunur, onlara baxmağa çalışaq. Yoldaşlar, biz burada ilk öncə istənilən odur ki, projected daily expense until month end deyə bizim bir hesablamamız var. Dostlar, bu fikir verin, qarşısında zaten bir açıqlama vermişəm. Ayın sonuna qədər gündəlik xərclərin proqnozu. Yəni ki, yoldaşlar, mənim hal-hazırda, baxın, bugün etibarilə 221 manat hal-hazırda balansımda pul var. Hansı ki, bu pulu, necə deyərlər, mən əgər ayın sonuna qədər balanslı bir şəkildə xərcləmək istəyirəmsə, gündəlik nə qədər mənim xərcim olmalıdır ki, bu pul mənim, yəni ki, ayın sonuna qədər deməli çatsın. Bax, həm əslində yoldaşlar bizdən buradan istənilən də odur. Hansı ki, gündə orta hesabla nə qədər xərclənəcəyi, yəni ki, bundan sonra nə qədər xərcləyəcəm ki, bu balans mənə kifayət etsin. Bizdən istənilən tam da budur. O zaman gəlin başlayaq və nə etmək lazım olduğunu bərabər şəkildə müzakirə edək. Yoldaşlar, measure table üzərində həmən new measure deyəcəm və bundan sonra adını əlavə edək.
Projected daily expense until month end. Yoldaşlar, biraz burada müzakirə etmək istəyirəm. Biz nə etmək istəyirik və bizim bu etmək istədiyimiz bu hesablama ilə bağlı da bizim əlimizdə hansı datalar olmalıdır, onlar haqqında müzakirə aparaq. Yoldaşlar, projected daily expense until month deyir, hansı ki ayın sonuna qədər olan hər gündəlik deməli bizim xərcimiz. Buna bizə maraqlıdır. Dostlar, demək ki, biz ilk öncə əlimizdə nə olmalıdır? Biz ümumiyyətlə görək gün bu ayın sonuna qədər, yəni cari ayın sonuna qədər bizim neçə günümüz qalıbdır və qarşımızda da bir balansımız var. Həmin o balansı biz buna böləsi olsaq, biz zaten həmin o məbləği tapmış olacağıq. Yaxşı yoldaşlar, həmən mən kalendarı açmaq istəyirəm. Fikir versəniz yoldaşlar, biz bu videonun çəkilmə tarixi 28 aprel 2026-cı ildir. Yəni ki, ayın 30-una qədər, əgər bu günü də daxil etsək yoldaşlar, biz yəni 28, 29 və 30, yəni bizim toplamda 3 gün deməli vaxtımız var və bu pulu 3 günə necə bölmək lazım olduğunu gəlin baxaq. Yoldaşlar, mən burada tam açıq aydın yazmaq istəyəcəm. Yəni ki, həm kommentariyalardan istifadə edəcəm, həmçinin dəyişənlərdən istifadə edəcəm. Yəni eyni qayda dəyişənlərlə bağlı və sair çətinlik varsa, əvvəlki dərslərə və sair həmçinin də ayrıca da araşdırma eləyə bilərsiniz. Yoldaşlar, mən istəyirəm ki, ümumiyyətlə bu gündən etibarən, bu gün daxil cari ayın sonuna qədər bizim nə qədər deməli qalıq günümüz var. Yoldaşlar, təbii ki, iki tarix arasındakı deməli müəyyən bir fərqi tapmaq üçün biz əksər vaxtda date funksiyasından istifadə edirik. Tamam, date 1 hansı ki bizim üçün olacaq today, lakin date 2 isə yoldaşlar nə olmalıdır? Bu ayın sonu. Yəni ki, biz cari ayın sonunu burada avtomatik şəkildə hesablamalıyıq. Yaxşı dostlar, bunu necə tapaq? Yəni ki, biz dinamik bir şəkildə necə deyək ki, çünki bu günlər aprelli yoldaşlar, bir neçə gündən sonra artıq olacaqdır may. Demək ki, bu hesablama artıq aprel deyil də may üçün hesablanmalıdır, mayın sonu üçün hesablanmalıdır. Və belə olan təqdirdə biz ikinci hissədə artıq bir dinamikləşdirmə işi aparmalıyıq. Yəni belə bir şey eləyək ilk öncə yoldaşlar. Cari deməli ayın son günü olaraq bir hesablama eləyəcəm və burada yoldaşlar last date of necə bir ad qoyaq? Məsələn, current date. Yəni ki, cari tarixin son günü mənasında bir adlandırma etmək istədim və bundan sonra yoldaşlar bizim qarşımızda bir ədəd funksiya var. Hansı ki, bu month'dır, hansı ki, end of month deməkdir. Zaten fikir versəniz, returns to date time in date format of the last day of month. Hansı ki, yoldaşlar, fikir versəniz, ayın sonuncu gününü qaytarır. Hansı ki, burada before və after olaraq müəyyən bir ay qədər müəyyən bir interval qoyursunuz. Yəni, nə deməkdir bu yoldaşlar? Məsəl üçün, mən bura əgər start date olaraq today əlavə etsəm və əgər müsbət ədədlər yazsam yoldaşlar, bu həmin gündən, bu aydan irəliyə doğru bir addımlama eləyərək artıq misal üçün 12 aydan sonra hansı aya düşürsə, həmin ayın son gününü qaytaracaq. Misal üçün, arxaya qayıtmaq istəsəm yoldaşlar, yəni ki, əvvəlki tarixləri qayıtmaq istəsəm, burada artıq müsbət deyil də mənfi ədədlərdən istifadə etməliyim. Yoldaşlar, fikir versəniz, əvvəlki tarixləri return etməsi üçün, qaytarması üçün biz mənfidən istifadə edirik. Lakin əvvəl getmək üçün isə, yəni sonraya getmək üçün, bundan sonraki tarixləri getmək üçün isə müsbətdən istifadə edirik. Demək ki, yoldaşlar, biz əgər yerimizdə qalsaq, yerimizdə addımlamaq istəsək, yəni cari tarixin deməli son günü tapmaq istəsək, bura artıq bizim sıfır yazmağımız deməli kifayət edəcək. Yəni yoldaşlar, bu hissəyə qədər görə həqiqətən düzgün məntiq üzərində addımlayırıqmı? Bir onu yoxlamağa çalışaq. Yəni görək biz həqiqətən cari tarixin son gününü tapmaq əməliyyatını yoldaşlar düzgün şəkildə icra etmişikmi? Hansı ki yoldaşlar, sadəcə return deyəcəm, last date of current date'i bir baxaq. Yoldaşlar, bu measure gəlib hər hansı bir kart vizualı üzərinə əlavə etmiş olacam və fikir versəniz yoldaşlar, bu ayın son gününü bizim üçün qaytarmış oldu. Demək ki, biz düzgün bir şəkildə hesablama etmişik. Yenidən qayıdıram yoldaşlar bu hissəyə, hansı ki bizim measure'ımıza. Dostlar, bizdən nə tələb olunur? Dedik ki, cari ayın son günü tapdıq. Zaten bugün də bizim, yəni artıq cari tarixdir. Demək ki, bu ikisi arasındakı fərqi mən tapsam, artıq mənə qalan gün sayını, yəni ki, bu ayın sonuna olan, baxın zaten deyir, until month end, bu ayın son gününə olan gün sayını, qalan gün sayını bizim üçün verəcəkdir. Yoldaşlar, burada remaining day deyə bir dəyişən yaratmaq istəyirəm. Həmən yoldaşlar, date funksiyasını bayaq dediyim artıq işə salmağa başlayaq. Today deyəcəm və date hissəsində isə yoldaşlar, artıq biz gəlib burada last date of current date yazsaq və bu intervalı da day olaraq, yəni bizə gün olduğu üçün bizə day lazımdır. Day olaraq seçsəm
və bu hissəyə qədər də yoxlayaq yoldaşlar. Remaining day qoyacağam. Hətta buradakı açıqlamasını da yazaq yoldaşlar. Qalan gün açıqlaması yazacağım bura ki tam bilinsin. Və bundan sonra yoldaşlar projected daily expense deyəcəm və baxın mənə yoldaşlar fikir versəniz 2 dəyərini qaytarmış oldu. Demək ki yoldaşlar biz daily funksiyasını tətbiq etdiyimiz zaman yəni bu gündən sonra artıq ayın 30-una qədər neçə gün 2 gün qaldığını bildirir. Təbii yoldaşlar bizim şərtimiz nə idi? Yəni bu əslində bu daily funksiyası bu hal-hazırda düzgün şəkildə işləyibdi. Yəni biz bəlkə də sual verə bilərsiniz ki, bu 3 niyə çıxartmadı? Daily funksiyasının işləmə prinsipi burada göstərir ki, özünü ki, yəni bu ayın 28-ni saymadı. Yəni ki, ayın 29 və 30-u götürdü. Əks təqdirdə mən 28-ni də yəni bu hesablamaya daxil etmək istəyirəmsə yoldaşlar, belə olan təqdirdə mən sadəcə remaining day deməli bu dəyişənində date'dən sonra plus 1 yazsam, düşünürəm ki, bu bizim yəni köməyimizə çatmış olacaq. Həqiqətən də fikir versəniz, bunu 3-ə çevirmiş oldu. Yoldaşlar, bu hissədə artıq biz qalan günü tapdıq. Zaten bizim əlimizdə balansımız var. Artıq mən o balansı, hansı ki bu 221 manatı, hansı ki burada artıq bunu göstərmişəm. Bu 221 manatı bu 3-ə böləsi olsaq, artıq o bizə nə qaytaracaq yoldaşlar? Hər gün üçün orta nə qədər xərcləyə bilərək həmin onu qaytarmış olacaq. Yoldaşlar, həmən burada onu tətbiq etməyə çalışaq. Elə running balans üzərindən gedək. Bu bizə ən axırıncı datanı verir zaten. Running balans deyəcəyik və burada yoldaşlar artıq remaining day bura əlavə etsək və commit düyməsinə klikləsək, baxın biz yoldaşlar 74 manat. Hətta bunu yoldaşlar gəlin belə eləyək. Measure'ın özünün bu decimal hissəsini biraz artırmaq istəyirəm. 2 olsa kifayət eləyir. Yəni 73 manat 67 qəpik olduğunu burada görə bilərsiniz. Yoldaşlar, həmən keçməmişdən öncə bir məsələ deyim. Sual verə bilərsiniz ki, niyə burada hamısını ayrı-ayrı belə dəyişənlərə bölərək yazırsan? Hansı ki, bunu normalda deyə bilərsiniz ki, bu last date of current date'in yerində elə birbaşa EOMANS-ı da yazmaq olardı. Bəli, yoldaşlar, o da bir variantdır. Sadəcə mən istədim bu videoda hər şey tam açıq, aydın olsun, bütün etapları, bütün gedişatı biləsiniz deyə bu şəkildə bölgülər aparacağım ki, bundan sonra da eləyəcəm. Əks təqdirdə özünüz praktik etdiyiniz zaman daha qısa, daha optimal kod yazmağa səy göstərməyinizdə təbii ki də fayda var. Yoldaşlar, commit düyməsinə klikləyəcəm. Artıq bu mənə yoldaşlar 73 manat 67 qəpik olduğunu göstərir. Gəlin, bax bu kart vizualına yoldaşlar elə hesabladığımız bu deməli measure əlavə etməyə çalışaq. Project daily expense tuturam əlavə edirəm bura. Fikir versəniz 73 manat 67 qəpik burada da həmçinin göründü. Yoldaşlar, fikir verin, sol tərəfində balans olaraq hal-hazırda 221 manat yazır və orta hesabla isə mən bundan sonra 73 manat xərcləyəcəyimi mənə təxmini proqnoz verir. Yoldaşlar, gəlin bunu əlimizlə də manual olaraq da bir yoxlamağa çalışaq ki, həqiqətən də yəni bizim hesabladığımız dəyər yaxındırmı buna? Təxmini yoldaşlar, indi bunun təbii ki 67-dən sonrası da var. Onu nəzərə almadan 73 və vergül 67 vurulsun 3 dedikdə enter düyməsindən kliklədikdə fikir verirsəniz yoldaşlar 221 manat olduğunu görə bilərsiniz. Bu şəkildə yoldaşlar biz artıq bundan sonra əlimizdə nə qədər balans varsa bu 73 ay sonuna qədər 73 manat xərcləyə bilərik gün ərzində ki bu balans bizə tam şəkildə sıfırlanmış bir şəkildə ay sonuna qədər çatmış olsun. Təbii yoldaşlar, vaxt az olduğu üçün, yəni ki, vaxt dediyim nədir? Yəni ki, biz artıq bu video çəkəndə aprelin sonuna 3 gün qalmış sayılır. O səbəbdən burada biraz daha gündəlik xərc çox proqnoz edir. Lakin təbii ayın ortasında və başlığında olanda və balansdan asılı olaraq da bu miqdar biraz daha artıq və ya az da ola bilərdi. Dostlar, bu bizim birinci hesablamamızdır. Keçək ikinci hesablamaya. Yoldaşlar, ikinci hesablamada bizdən projected monthly expense until year end. Hansı ki, bayaqlar nə demişdik? Gündəlik expense, yəni ki, gündəlik xərc istəyir bizdən. Hara qədər yoldaşlar? Ay sonuna qədər. Lakin mən nə deyirəm burada indi? Monthly expense, hansı ki, until year end. Yəni ki, aylıq xərc istənilir bizdən. Və bu nə vaxta qədər yoldaşlar? İl sonuna qədər bizdən deməli tələb olunur. Demək ki, yoldaşlar, yenə eyni məntiqlə il sonuna qədər olan aylıq xərci tapmaq üçün biz ilk öncə ilin sonuna nə qədər, neçə ay qalıbdır, ilk öncə onu hesablamalıyıq. Daha sonra isə bayaqlar olduğu kimi, bu measure'da olduğu kimi bölüb də müəyyən bir nəticəni göstərə bilərik. Gəlin yoldaşlar, həmən measure table new measure deyəcəm və burada adını dostlar o tərəfdən götürüm, təkrar yazmayaq, vaxt getməsin. Bu şəkildə projected monthly expense until year deyəcəm və bundan sonra gəlib burada measure table yenidən new measure deyək, measure'ın adını dəyişək, istədiyimizi qoyaq. Yoldaşlar, həmən bir kommentariya atmaq istəyirəm. Yazacağım bura ki, il sonuna qədər deməli neçə, daha doğrusu il sonuna qədər qalan deməli ay sayı. İl sonuna qədər qalan ay. Dostlar, yenə eyni qaydada iki tarix arasında, yəni ki, ilin sonundan, ilin sonu və həmçində bu ay
bu ay arasında neçə ay qalıbdır, onu hesablamaqdan ötürü də biz date funksiyasından istifadə edəcəyik. Lakin yoldaşlar belə bir şey eləyək. Remaining day deyəcəm eyni qaydada. Day yox, daha doğrusu months deyək burada təbii ki də, çünki qalan ay soruşur məndən, günü soruşmur və date funksiyası və bundan sonra yoldaşlar date 1 olaraq today deyək. Yoldaşlar date 2 dedikdə biz il sonunu buraya yazmalıyıq. Dostlar, mən il sonunu, təbii ki də mən cari ilin il sonunu yazmağımız üçün, təbii ki də cari ilin il sonu yoldaşlar nədir? 31 dekabr, yəni ki 2026-cı il olacaqdır. Burada 31 və dekabr problem deyil. O mənadakı yoldaşlar, bütün illərdə zaten son gün, yəni ki 31 dekabr sayılır. Lakin bunun problemi hissəsi nədir? Yoldaşlar, bu il hissəsi. Çünki mən bu günləri 2026-dayam. Bu 2026-2027-yə keçdiyimiz anda artıq bu funksiya öz dəyərini itirməməlidir. Yəni ki, onun üçün də hesablanmalıdır, o bir il üçün də hesablanmalıdır. Və belə olan təqdirdə gəlin biz artıq burada necə bir tarix formalaşdıracağıq, baxaq. Yoldaşlar, təbii ki də date diffin içərisindəki date 2-yə date funksiyası vasitəsilə bir dəyər ötürməyə çalışaq. Tarix dəyəri. Və burada yoldaşlar bizdən il tələb edir. Dediyim kimi yoldaşlar, biz burada gəlib də 2026 yazsaq, haradasa bu bizim işimizi bu illik görəcək. Lakin gələcəkdə isə 2027-ci il və digərlərində isə bu bizə artıq işimizə yaramayacaq. Demək ki, biz bu 2026-nı burada daha dinamik bir şəkildə yazmalıyıq. Yoldaşlar, bunun üçün belə bir şey eləyək. Cari ilin ilini götürək. Yəni ki, yoldaşlar, year deyəcək və date hissəsində isə today yazsaq, bu bizə cari günün ilini və ya cari tarixin ilini qaytarmış olacaq. Və months olaraq yoldaşlar dediyimiz kimi dəyişməz bir şeydir. Zaten 31 dekabr 12, yəni 12-ci ayın 31-i və vergi olaraq burada yoldaşlar monthsdan bayaqlar yuxarıda date'dən istifadə eləmişdik. Lakin bu səfər qalan ayı soruşduğu üçün yoldaşlar bu bizdən months olaraq əlavə edəcək. Yoldaşlar, gəlin bu hissəyə qədər də eyni qaydada nə iş gördük bir həqiqətən baxaq. Biz il sonuna qədər qalan ayı düzgün tapmışıqmı? Baxaq yoldaşlar, projected monthly expense deyirəm. Baxın yoldaşlar, mənə 8 qaytarmış oldu. Əslində eyni məntiq yoldaşlar. Biz normalda aprel ayındayıq. Apreldən sonra artıq 12-ci aya qədər 8 qalır. Lakin desəz ki, bu ayı da nəzərə alsın. Yəni ki, bu ay aylıq da ən azından nəzərə alsın. Yəni gələcək ayları nəzərə alması problem deyil də, bu ayda aprel ayında nəzərə alası olsa, bu zaman yoldaşlar siz sadəcə nə edəcəksiniz? Gəlib də remaining months üzərində, date'in üzərinə plus 1 eləsəz kifayət eləyəcək. Yoldaşlar, seçim sizindir. İstəsəz eləyə bilərsiniz, istəsəz eləməyə bilərsiniz. İndi mən madəm ki yazdım, artıq silməyim, qalsın. Yəni aprel ayını da işin içərisinə qataraqdan bu şəkildə bizə 9 dəyərini qaytarmış olsun. Yoldaşlar, bundan sonra nə edəcək? Mənə lazım olan sadəcə əlimizdə olan balans hesabatını, yəni balans dəyərini, yəni ki running balans bölünsün remaining months-a böldüyümüz zaman yoldaşlar, bu bizə artıq baxın müəyyən bir dəyər qaytarmış oldu. Bu bizə 25 manat təxmini. Hətta bunun yuxarıda olduğu kimi desimal hissəsini də artıraq tam dəqiq qəpik quruşuna qədər versin bizə. Baxın yoldaşlar, 24 manat 56 qəpik olduğunu görə bilərsiniz. Yaxşı yoldaşlar, bunu da bu kart vizualı üzərinə atmaq istəyirəm. Dostlar, nə deməkdir bu? Baxın, bu gündəlik xərcdir, hansı ki ay sonuna qədər. Bu isə nədir? Il sonuna qədər, lakin aylıq xərcdir. Yoldaşlar, 221 manatımız var. Təbii ki, balans biraz az olduğu üçün biraz rəqəmlər daha az çıxır. Çünki sizdə sual yarada bilər ki, aylıq 24 manatmı xərcləyirəm mən və hansı ki günlük xərcim burada 73 manatdır. Hansı ki bu sualın cavabı birincisi odur ki, bu cari ayın sonuna qədərdir, bu isə il sonuna qədərdir və aylıq əsasdadır. Bu səbəbdən yoldaşlar, burada aylıq bundan sonra mənim balansım 221 manat olaraq davam eləsəm, bu mənə il sonuna qədər hər ay 24 manat toplamda bir limit qoyacaq ki, bundan artıq deməli o tərəfə keçməyim. Dostlar, bu da bu şəkildə, yəni ki monthly expense until year end, yəni ki il sonuna qədər olan aylıq bir xərcləmə limiti sayılırdı. Üçüncü hesablamamız yoldaşlar, projected daily expense until year end. Hansı ki yoldaşlar, biz burada daily expense month olaraq, monthly expense isə year olaraq hesabladıq. Bu səfər isə yoldaşlar ikisinin sanki qarışığı daily expense until year olaraq, yəni ki ilin sonuna qədər gündəlik xərcin proqnozu bizim üçün burada hesablanmalıdır. Yoldaşlar, yenidən geri qaydıram. Təbii ki də burada measure'ın adını kopyalayaq bu şəkildə və bundan sonra page 1 deyəcəm və burada yoldaşlar measure table, new measure deyəcəyik və bundan sonra projected daily expense until year end olaraq bu şəkildə bizim üçün hesablasın. Yoldaşlar, həmən hesablamağa başlayaq. İlk öncə
bizə nə lazımdır? Bir onu müzakirə edək daha sonra. Hansı ki dostlar bizə yenə eyni qaydada lazımdır ki, ilin sonuna qədər olan bizim neçə günümüz qalıbdı, bir onu hesablayaq, onu tapaq. Daha sonra isə yoldaşlar artıq gündəlik xərcimi, daha doğrusu indiki balansımı həmin o günlərin sayına bölsəm, mənə gündəlik xərci təxmini proqnoz etmiş olacaq. Yoldaşlar, o zaman gəlin həmən belə bir kommentariya atmaq istəyirəm. Yenə eyni qaydada qalan gün sayı yazacağım daha sürətli şəkildə və remaining day yazaq il sonuna qədər və burada yoldaşlar date div funksiyası vasitəsilə today, həmçinin date 2 hissəsində isə yoldaşlar il sonunu tapmalıyıq. Bu da eyni qaydada bayaqlar olduğu kimi yoldaşlar year to date-dən istifadə edək 12 və 31. Və yoldaşlar bundan sonra artıq biz burada gün seçimini edək. Dostlar, bayaqlar olduğu kimi əgər bu günü də nəzərə almaq istəyiriksə, bu zaman plus 1 yazmağımız bizə kifayət edəcək. Yoldaşlar, return deyəcəm. Bu hissəyə qədər olan hesablamamızı da həmçinin etməyə çalışaq, yoxlamağa çalışaq. Remaining day deyəcəm və projected day ilə expense bu şəkildə əlavə edirəm. 2 versəniz, toplam 248 gün olduğunu təxmini görə bilərsiniz. Yoldaşlar, projected day ilə yenidən geri qayıtmaq istəyirəm və burada 248 gün bizə verir. Yəni ki, bu ilin sonuna qədər 248 günümüz qalıbdır. Artıq bundan sonra yoldaşlar ən sadə hesablama vasitəsilə running balance bölünsün remaining day dedikdə artıq bu bizə gündəlik nə qədər xərcimiz olduğunu hesablamış olacaq. Gəlin bunu bu kart vizualında istifadə edək. Daily expense until year end dedik. Həmin bu hesablamanı götürürəm. Bu kart vizualı üzərinə əlavə etdiyiniz zaman 2 versəniz, təbii 1 yazır. Bu yəqin ki 1 deyil. Bu desimal hissəsini artıraq. Bu daha bir qəpik, böyük ehtimal qəpik göstəricisidir. Bəli, 89 qəpik olduğunu bu şəkildə burada görə bilərsiniz. Yoldaşlar, təbii ki də balans az olduğu üçün gündəlik xərci il sonuna qədər 0.89 göstərir. Lakin gəlin bunu yoxlamaq məqsədi ilə mən belə bir həmin bu hesabatın datasını açacağam. Yəni ki, source hissəsini hər hansı bir məbləğdə yoldaşlar. Məsələn, bu income məbləğində bu 3000 etmək istəyirəm. Və gəlib burada həmən yoldaşlar refresh düyməsindən klikləyək. Refresh olsun, görə həqiqətən də necə bir dəyişiklik olacaq. Refresh olsun. Yoldaşlar, diqqətlə baxın. Fərz eləyək ki, hal-hazırda bizim əlimizdə 2221 manat balansımız var. Bax, bu il sonuna qədər əgər mən bunu balanslı bir şəkildə xərcləmək istəyirəmsə, mənim gündəlik xərcim nə qədər olmalıdır? Təxmini 8 manat, 96 qəpik, təxmini 9 manata yaxın olmalıdır. Hansı ki, bu il sonuna qədər aylıq əsasda isə 246 manat təşkil eləyir. Bu da təxmini yoldaşlar zaten fikir versəniz 246 deyil, bu da 896. Yəni ki, ortalama bir 30 günə hesablayanda zaten 896 olduğunu burada açıq-aydın görmək mümkündür. Və bu şəkildə yoldaşlar bu sizə gündəlik xərci göstərmiş olacaq. Həmən yoldaşlar geriyə qaytarmaq istəyirəm. Bunu 1000 eləyim yenidən və burada deməli refresh düyməsindən klikləyək. Geri əsas orijinal dəyərlərinə qayıtsın. Və yoldaşlar bu da bizim il sonuna qədər olan deməli gündəlik xərc. Dostlar, bundan əlavə bu hesablama ilə bağlı, yəni ki, bu gündəlik xərclə bağlı burada bir istisna etmək istəyirəm. Hansı ki, fikir versəniz, burada yuxarıda bir vizual yenə var. Bu vizual yoldaşlar slicer vizualdır. Yaxşı, bizdən nə tələb olunur? Mən onu şifahi şəkildə deyəcəm sizə. Burada onu qeyd etməmişəm. Deməli, yoldaşlar, bizdən belə bir şey tələb oluna bilər ki, siz burada deməli il sonuna qədər olan gündəlik xərci hesablamısınız. Lakin il sonuna qədər dostlar bizim burada hesabladığımız, yəni ki date funksiyası ilə burada hesabladığımız əslində nədir? Yəni ki today-dən, yəni ki date'in bu ilin sonuna qədər odur ki yoldaşlar deməli bütün günlər, yəni ki onun içərisində bayram günü də var, həftə sonu da var, həftə içərisində var. Yəni ki bütün günlər onun içərisinə daxildir. Yaxşı, bizdən soruşula bilər ki, mən burada elə bir funksiyonallıq düzəlt ki, mən burada seçəndə ki, misal üçün həftə sonlarını nəzərə almasın, yəni ki, hesablama edərkən, misal 0.89 qəpiyi ancaq həftə içərisində xərcləsəm bu 221 manatı, bəs o zaman mənim gündəlik xərcim nə olacaqdı deyə bir sual verə bilərlər. O səbəbdən yoldaşlar biz burada indi istifadəçi üçün elə bir şey yaratmalıyıq ki, bu istifadəçi bizi buradan seçəndə ki, həftə sonu ilə bərabər və həftə sonusu olmadan, onda bu altdakı bu ədəd demək ki, bizim o şərtimizə əsasən fərqlənməlidir. Yoldaşlar, biz slicerə bilirsiniz ki, hər hansı bir sütundan əsasən məlumat gətirib qoyuruq ki, o sütun vasitəsilə bütün hesabatımızı və ya lazım olan nöqtələri deməli filtrləyə bilək, düzdürmü? İndi bizdən istənilən budur ki, bu slicerdə 2 dənə dəyər olmalıdır. Misal üçün, həftə sonu ilə bərabər və həftə sonu olmadan və with weekend və yaxud ki without weekend olaraq 2 dəyər olmalıdır. Biz dostlar bu iki sütunu deməli
yaratmaq üçün təbii ki, siz bunu gelib data source-un özündə yarada bilərsiniz. Lakin yoldaşlar, mən bu dərs üçün biraz fərqli olsun deyə, həmçində fərqli funksiyaları görə biləsiniz deyə, onlardan da yəni ki, məlumatınız olsun deyə fərqli bir funksiyadan istifadə edəcəm. Yoldaşlar, bu funksiya əslində data table funksiyasıdır. Hansı ki, data table funksiyası yoldaşlar daxildə measurelar və daha doğrusu müəyyən bir DAX funksiyaları vasitəsilə müəyyən bir table-ın yaradılması üçün olan variantlardan biridir. Əks təqdirdə yoldaşlar, dediyim kimi siz bunu source-dan da yarada bilərsiniz, həmçində yeri gəldikdə enter data-dan da və s. də eyni qaydada bu şəkildə yarada bilərsiniz. Yoldaşlar, həmən gəlirəm modeling bölməsindən. Təbii ki, yeni bir cədvəl yaradacağımız üçün artıq new measure deyil də new table etməliyik. Və burada new table düyməsindən klikləyəcəm. Dostlar, mənə nə lazım idi dedik? Weekday, hətta weekday yox, belə bir şey ilə yoldaşlar, weekend button deyək. Ümid edirəm ki, daha açıqlayıcı bir ad oldu. Weekend button dedikdə son həftə sonu deməli butonu sadəcə onsuz da bir üçün, yəni bir hesablama üçün bunu eləyəcəyik. Yoldaşlar, dediyim kimi funksiyamızın adı data table'dır. Data table bizdən yoldaşlar fikir versəniz müəyyən bir datalar tələb eləyir və returns a table with data defined in line. Hansı ki, müəyyən bir deməli sətirləri də həmçinin içərisində barındırmaq, yəni ki, içərisində ehtiva etmək şərti ilə o bizə həmin cədvəli yaratmış olacaq. Dostlar, bizdən buradan name bir data type 1 və s. istəyir. Bu əslində həmin cədvəldə yaratmaq istədiyimiz sütunların və həmin sütunun hansı tipdə data ehtiva edəcəyinin məlumatlarıdır. Müəyyən bir metadatalar sayılır. Buna bəlkə də o şəkildə bir adlandırma etmək olar. Nə istəyirik biz yoldaşlar? Bir dənə ID olsun. Hansı ki, bu integer tipində olsun. Həmçinin yoldaşlar, ikincisində isə name olsun. Name dediyimdə yoldaşlar nədir əslində? O with weekend və without weekendin deməli özünü göstərmək üçün istifadə olunacaq orada. Bu da olsun belə string data tipində. Aşağı doğru gəldiksə yoldaşlar, təbii ki də sütunların sayını artıra bilərsiniz. Lakin burada fikir versəniz data bölməsi var. Bu data bölməsi isə yoldaşlar, burada bu şəkildə bəzəkli mötərizələr vasitəsilə artıq sətirlərin yazılmasına burada bizə şərait yaradır. Dostlar, mən bu şəkildə bir bəzəkli mötərizə atdığımız zaman bu artıq bu hissənin, yəni ki, data table hissəsində yəni ki, məlumatlar hissəsinə, sətirlər hissəsinə keçdiyimizi bildirir. Bunun da içərisində yoldaşlar, yenidən bir bəzəkli mötərizə vasitəsilə artıq biz ID name, hansı sütun yazmışıqsa o sütunlara uyğun gələn dəyərləri bura əlavə etməliyik. Yəni ki, yoldaşlar, bir vergül nə olsun yoldaşlar? Adı üstündə with weekend ola bilər. Vergül qoyuram, altına düşürəm yoldaşlar, yenidən bir dənə də bu artıq hər bir sətir sayılır yoldaşlar, yəni yeri gəlmişkən 2 deyəcəm. Burada isə yoldaşlar without weekend deyə bir şey bu şəkildə adlandırma eləyək və data table-da mötərizəsini bağladığımız anda artıq bu bizə yoldaşlar, baxın, yeni bir cədvəl yaratmış olur. 2 sütundan ibarət və 2 sətirdən ibarət, içərisində də 1 with weekend, həmçinin 2 without weekend olaraq bu şəkildə bizə cədvəlləri yaratmış olur. Gəlin bu cədvələ baxaq yoldaşlar. Baxın, ID 1-2, həmçinin name with weekend, without weekend olduğunu görə bilərsiniz. Dostlar, burada siz ID-ni yaratmaya bilərdiniz. Sadəcə mən həm bir cədvəl olduğu üçün bir primary key olaraq bunu yaratdım. Həmçində nəsə bir filtrasiya axtarış falan elədiyimiz zaman bu ID-lər vasitəsilə eləyək ki, daha rahat bir yazılım, daha rahat bir sintaksis qarşımızda olsun. Heç nə yoldaşlar, bundan sonra gəlin, bax bu slicerə artıq bu weekend buttonu name olaraq, yəni bu name sütununu bura əlavə etdiyimiz anda, baxın yoldaşlar, 2 dənə seçim verir bizə, with weekend, without weekend. Artıq bizim istədiyimiz nədir yoldaşlar? Mən burada with weekend-i seçdiyimiz anda artıq son, yəni ki, həftə sonlarla bərabər bu hesablama, bu dəyər ortaya çıxmalıdır. Əks təqdirdə mən without weekend dediyimdə isə artıq buradakı rəqəm həftə sonunu nəzərə almadan, yəni ki, ancaq iş günlərini nəzərə alaraqdan bu şəkildə bizim deməli hesablamamız getməlidir. Yoldaşlar, default olaraq with weekend-i qoyuram ki, əslində burada yoldaşlar 089 elə bu with weekend-in özüdür. Lakin indi birazdan without weekend-i necə hesablamaq lazım olduğunu deməli görəcəksiniz. Yoldaşlar, bunu etmək üçün ayrıca bir hesablama etməyə gərək yoxdur. Və bu 089 deməli dəyərinin hesablandığı həmin o measure üzərində müəyyən bir deməli hesablamalarımızı da edə bilərik. Yoldaşlar, Projected Daily Expense-ə gəlirəm. Baxın dostlar, bizim qalan gün anlayışımız əslində harada formalaşıbdır? Remaining day-də formalaşıb, düzdürmü? Hansı ki, date funksiyası vasitəsilə biz bunu hesaplamışıq və bölmüşük. İndi yoldaşlar, elə bir şey düşünün ki, bax, çıxılsın deyəcəm burada. Misal üçün, fərz eləyək ki, bu gündən sonra, bu ilin sonuna qədər bizim toplamda, misal üçün, atıram 50 dənə həftə sonları var, 6 bazarlarımız var.
Bu şəkildə 50 yazsaq, necə yoldaşlar? Yəni ki, total gün sayından həmin 50-nin çıxanda sadəcə nə qalır yoldaşlar? İş günləri qalır, düzdürmü? Bax, belə olan təqdirdə Enter düyməsindən klik edən test olaraq baxaq. Baxın, 0.89 nə oldu artıq? 1.12-yə artıq qalxmış oldu. Bax, demək ki, yoldaşlar, biz artıq burada elə bir hesablama qoyacaq, elə bir şərt qoyacaq ki, bu lazım olanda 50 olsun, yəni ki, həftə sonlarının gününü versin və ya ki, 0 olsun, yəni ki, bütün hamını saysın, bütün günləri saysın və bu şəkildə hesablama deməli getmiş olsun. Yoldaşlar, o zaman gəlin bu koda heç toxunmadan və ya nəsə başqa bir şey etmədən təbii ki də bir neçə üsulla eləmək olar yoldaşlar. Lakin mənim burada göstərəcəyim üsul həmçində DAX kodları üzərində biraz əlimizin alışqanlığını artırmaq üçün əsas o məqsədi daşıyacaq bir seçim olacaqdır. Gəlin yoldaşlar, mən burada bu hissədə belə bir hesablama etməyə çalışım. İl sonuna deməli kimi, ya ki il sonuna qədər deməli həftə sonu gün sayı. Belə bir şəkildə bir adlandırma eləyəcəm. Yoldaşlar, indi deyə bilərsiniz ki, bu asan bir hesablama, düzdürmü əslində? Belə baxanda kalendar cədvəlində bizim bir deməli sütunumuz olsun. Həftə sonu durumu və ya ki deyildirimini yəni ki göstərən bir sütun olsun və onu oradan sayaq və nə qədər sayılırsa artıq bunu lazım onda buradan çıxaq. Bəli yoldaşlar, zaten mənim də ilk ağlıma gələn o idi əslində. Lakin kalendar cədvəlimə baxanda, gəlin kalendar cədvəlimizə baxaq. Yoldaşlar, diqqətlə baxın, bunun DAX kodunda nə yazılıbdır? Minimum və maksimum deməli göstəricilər. Yoldaşlar, minimum və maksimum göstərici, yəni datada olan minimum və maksimum tarixlər əslində hansı tarixlərdir bilirsiniz? Minimumu 2026-nın yanvarın 1-dən başlayır. Maksimum isə yoldaşlar təxmini yəni ki, aprelin sonuna qədər, yəni ki, aprelin bu gününə qədər və ya ki sonuna qədər təxmini davam edir. Yəni ki, yoldaşlar, mənim bu kalendar cədvəlimdə olan tarixlərim, hansı ki kalendar cədvəlində olan tarixlərim maksimum, yəni ki, ən azından bu günə qədər olan tarixlər. Yəni ki, bundan sonra ilin sonuna qədər hansı tarixlər var, onu burada göstərməmişik. Demək istədiyim nədir yoldaşlar? Yəni ki, mən burada həm nəsə bir il sonuna qədər, həftə sonu, yəni ki, gün sayını hesablamaq istəyirəmsə, mənə cari olaraq əlimdə olan kalendar keçmişi bildirir. Mənə hansı tarix lazımdır? Bundan sonrası üçün olan bir kalendar cədvəli lazımdır. Bax, Aysol, bizim əsas elə məntiqimiz də burada ortaya çıxır ki, bizə əlimizdə olan kalendar keçmişi göstərir. Amma mənə elə bir kalendar olsun ki, o bunu gələcəyə göstərsin. Dostlar, ağlımıza ilk gələn nədir? Biz burada bir dənə kalendar cədvəlimizi yaradaq, hansı ki, gələcəyə göstərən kalendar cədvəli və bunu orada istədiyimiz formada artıq burada bunu hesaplamasını gerçəkləşdirək. Lakin dostlar, düşünürəm ki, bir dənə measure-dan ötürü tutub təzədən data modelində yenidən bir cədvəl, fiziki bir cədvəl yaratmamıza gərək yoxdur. Elə onu bir virtual olaraq yaradaq və bunun içərisində istifadə eləyək. Həmçində bunun da necə olduğunu görmüş olasınız. Yoldaşlar, bu şəkildə weekday deməli, hətta weekday yox, daha doğrusu weekend day count adında bu şəkildə bir dəyişən yaradacağım və indi o istədiyimiz o hesablama nədir, necə baş verir, gəlin baxmağa çalışaq. Yoldaşlar, weekday count deyirəm və dedik ki, bizə nə lazımdır yoldaşlar? Gələcəyi bildirən kalendar cədvəl lazımdır. İlk öncə bizim əlimizdə gələcəyi günlərini bildirən, bundan sonra ki, bugün daxil və ya bundan sonra hansı bizim günlərimiz var, olacaqdır ilin sonuna qədər. Misal üçün, həmin onu bildirən bir kalendar cədvəlimiz olsun. Dostlar, sadə bir şəkildə kalendar cədvəlini elə kalendar funksiyası vasitəsilə yaradırdıq. Elə bundan da həmçinin burada istifadə edək. Təbii ki, yoldaşlar, biz artıq bunu measure daxilində yaratdığımız üçün burada yaranan kalendar bizim üçün fiziki deyil də, yəni ki, data modelində görünməyəcək, yəni ki, bizim üçün virtual bir cədvəl olmuş olacaq. Dostlar, kalendarın yəni ki, ilk argumenti start date idi. O səbəbdən mən bunu start date'i today olaraq qeyd edəcəm. Təbii ki də istəsəz yoldaşlar bunun plus bir deyib də və s. bunu növbəti günə də keçirəm. Yəni ki, bu günü saymasın da bundan sonraki günlər üçün saysın. Onu da eləyə bilərsiniz. Amma hər bir halda gələni çox dərinə getməyək. Elə today olsa bizim üçün kifayət eləyir. End date deyək və end date dedikdən sonra yoldaşlar fikirləşək bizə nə lazımdır? Yəni ki, bugündən sonra ilin sonuna qədər olan, çünki niyə? Yoldaşlar, bizdə daily expense until year end deyir o səbəbdən və end date olaraq yoldaşlar bu ilin sonu olmalıdır. Bayaqlar olduğu kimi yoldaşlar yenidən burada year to day funksiyalarından istifadə eləyək, 12.31 deyəcəyik və bu yoldaşlar bizə bir sütundan ibarət. Artıq bilirsiniz, bu bir sütundan ibarət bizə bugün və qarşıdakı neçə gün varsa artıq hamısının bir addım artıra, bir gün artıra, yəni ki, ayın 31-12-ci aya qədər, ilin sonuna qədər bu şəkildə davam edəcəkdir. Yoldaşlar, bu bizim kalendar cədvəlimiz, düzdürmü? Artıq bir sütundan ibarət
deməli bir dəyər yaradılıbdır, bir cədvəl yaradılıbdır. Artıq biz bunu istədiyimiz kimi filtrasiya edib də günlərin sayını deməli çıxara bilərik. Dostlar, demək istədiyim nədir? Mən bu kalendar cədvəlindən, bu virtual kalendar cədvəlindən mənə nə lazımdır? Sadəcə bax bu tarixlər hansı, yəni today'dən başlayıb ilin sonuna qədər davam edən tarixlərin hansı 6-cı və 7-ci günə düşür? Yəni ki, həftə sonlarına hansı düşür? Onu gəlin tapmağa çalışaq. Dostlar, təbii ki də biz burada xüsusi bir günləri filtrasiya etmək istəyiriksə, aradan onları ekstrakt eləmək istəyiriksə, burada bizim ağımıza ilk gələcək funksiyalardan biri ilə filter funksiyası olsun. Dostlar, filter funksiyası bizdən table tələb eləyir. Bax, bu table bizim bu kalendar olan virtual cədvəlimizdir. Və vergilə klikləyirəm ki, filterin ikinci expression, yəni ki, ikinci argumentin keçək. Bu da nədir? Filter expression'dır. Dostlar, filter expression isə bizdən nə tələb eləyəcəkdir? Bax, bu kalendarın yaranan bir dənə sütun yaranır, hansı ki, əksər vaxtda date adı altında yaranır, düzdürmü? Həmin o date'dən indi 6-cı və 7-ci günə aid olanları çıxardaq. Yoldaşlar, siz burada kalendarda olan o deyirəm, bayaqdan bir dənə sütun yaradıbdır, əslində arxada virtual olaraq. Onun adına, yəni ki, əgər buna müraciət eləmək istəyirsə, birinci onun adını bilməlisiniz. Təbii ki də belə baxanda burada görünmür. Lakin yoldaşlar, bir ipucu verim. Sadəcə kvadrat mötərizə yazdığınız anda, dostlar, burada təbii ki də bizim əksər vaxtı measure'larımız çıxır. Lakin burada fikir versəniz, bu şəkildə bir date o sütunu görəcəksiniz. Hansı ki, işarəsindən zaten bəllidir. Bax, bu date həmin bu virtual yaranan kalendar table'ın elə bir dənə yaratdığı sütundur. Hansı ki, onu istifadə eləsək, əslində biz bu yaratdığımız kalendar cədvəlin həmin o sütununa çatmış olacaq. Yəni ki, başqasından söhbət gedə bilməz. Yoldaşlar, nə demək istəyirik? Bax, bu sütunun hər bir sətrini yoxlamaq istəyirəm. Nə ilə yoxlayacağım? 6-cı və 7-ci günə deməli uyğun gəlirmi? Bunun üçün də yoldaşlar, biz weekday-dən istifadə edəcəyik. Hansı ki, fikir versəniz, weekday funksiyası returns a number from 1-dən 7-yə qədər bizə geri qaytarır. Demək ki, biz 6 ilə 7-ni filtrasiya eləsək, artıq bizə istədiyimizi verir. Dostlar, burada ikinci bir argumenti də var. Bunun return type var. Bu return type nədir? Bəzi ölkələrdə Sunday'dən başlayır, yəni ki, həftənin birinci günü. Lakin bizim ölkəmizdə isə 2, yəni ki, Monday'dən başladığı üçün biz burada 2 seçimini eləyəcəyik. Və yoldaşlar, bunun 6-cı və 7-ci günü ya 6-cı gün ya da 7-ci gün olmasını bildirmək üçün də in operatorlarından istifadə eləyəcəyik. Yoldaşlar, burada mən müəyyən bir funksiyalardan və s. istifadə edirəm. Yəni dediyim kimi, əgər bunlarla bağlı hansı bir çətinlik varsa, bunu ayrıca araşdırmanızda tövsiyə var ki, bəziləri haqqında artıq bizim əvvəlki videolarımızda toxunmuşuq. Çünki əksədirdə bu dərsin mövzusu, yəni ki, bu funksiyaların işləmə prinsipi deyil. Yoldaşlar, filter funksiyası vasitəsilə biz yenə bir virtual cədvəl yaratmış oluruq. Çünki nə deyir? Returns a table. Yəni ki, bizə geri table qaytarır. Amma necə bir table'dir yoldaşlar? Bu kalendar cədvəlindən sadəcə 6-cı və 7-ci günlərin sətirlərini mənə geri qaytardı. Demək ki, yoldaşlar, sadə bir şəkildə kalendar cədvəli zaten distinct dəyərləri qaytarır. Yəni ki, bütün günlər tək-tək qaytardığı üçün mənə artıq mən bu sətirlərin sadəcə sayını tapsam, mənə günün sayını geri qaytarmış olacaq. Yəni, o zaman yoldaşlar, bu cədvəlin, yəni ki, bu virtual cədvəlin sətirlərin sayını tapaq. Yəni ki, count rows desək və bundan sonra yoldaşlar bu şəkildə mötərizəni bağlasaq, bu bizə yoldaşlar total il sonuna qədər neçə həftə sonu günü var, həmin onların sayını bizə vermiş olacaq. Yəni ki, yoldaşlar, weekend day count artıq gəlib mən bunu bu şəkildə burada artıq hesablamasını etsəm və commit düyməsinə klikləsəm, baxın yoldaşlar, bizim bayaqki dəyərimiz artıq nə oldu? 0.89 oldu 1.24. Demək ki, yoldaşlar, biz həftə sonlarını əgər saymasaydıq, əslində mənim gündəlik xərcim 1.24-ə qalxmış olacaqdı. Və yoldaşlar, with weekend dedik ki, əslində biz bunu dəyişəndə, bu dəyişməliydi. İndi with weekend seçimi ola-ola əslində bunu göstərir, amma belə olmamalıydı. Yəni ki, mən with weekend deyəndən sonra without weekend-ə basanda bu gəlməliydi. Yaxşı, bu necə təmin edək yoldaşlar? Gəlin onun üzərində danışaq. Dostlar, biz hansı ki weekend button demişik, biz bir cədvəl yaratdıq və bu slicerə bu cədvəldən bir sütunu gətirdik, qoyduq, düzdürmü? İndi mən necə bilə bilərəm ki, bu measure daxilində hansı ki mənim istifadəçim weekend-mi seçibdir, yoxsa without weekend-i və ya with weekend-i seçibdir. Dostlar, bax, bunu bildirmək üçün bizim əlimizdə maraqlı bir funksiya var. Bunu ayrıca göstərmək istəyirəm, tam aydın olsun deyə daha sonra bunu şərtin içərisində daxil eləyərik. Measure table üzərində new measure deyəcəm. Belə bu şəkildə bir test button adında bir deməli measure yaradacağım. Dostlar, funksiyamızın adı selected value adında bir formuladır, bir DEX funksiyasıdır. Dostlar, bu selected value hansı ki
açıklamasında zaten deyir. Diqqətlə baxın. Returns the value when there is only one value in the specified column. Hansı ki hansı bir sütunda, ona verilmiş bir sütunda əgər bir dənə dəyər varsa və ya bir dənə dəyər seçilibsə, həmin o dəyəri qaytarır ki, zaten əksəriyyətdə isə alternativ dəyərini qaytaracaqdır. Yəni ki, yoldaşlar, mənim zaten əslində slicerdə etdiyim də əslində dostlar odur. Yəni ki, mən bu with weekend və without weekend zaten weekend button adında bu cədvəldə olan name sütunundan gəlir, düzdürmü? Ora qoymuşam hansı ki, həmin o sütunda mən əslində with weekend deyəndə bu sütundan bir dənə dəyər seçir. Bax, bu da nə deyir yoldaşlar? When there is only one value. Yəni ki, bir dənə dəyər seçiləndə həmin o dəyəri bizə göstərə bilir, geri qaytara bilir. Dostlar, indi baxın, weekend button name deyəcəm bu şəkildə və bunu mən gətirib bu test buttonu bir measure'da istifadə eləyəndə baxın yoldaşlar, with weekend adında bir seçim elədi mənim üçün. İndi mən yuxarıda bu with weekendi dəyişib without weekend eləyəndə baxın aşağıda da eyni qaydada dəyişmiş oldu. Demək ki, yoldaşlar, mən artıq bu sliceri nə zaman klikləyəndə və daha doğrusu bunu dəyişəndə test button içərisindəki selected value bizə həmin o dəyəri qaytarmış olur. Dostlar, yeri gəlmişkən bir şey deyim, təkcə name'i deyil də həmin sətirdə olan bütün sütunları qaytara bilir. Yəni ki, mən name'də with weekend seçmişəmsə, həmin sətirdə başqa sütunlarda nə dəyər varsa, onları da bərabər şəkildə qaytara bilir. Baxın, indi məsələn mən ID seçimini eləyirəm burada. Artıq with weekend dedim deyə 1 gəldi, without weekend dedim deyə 2 gəldi artıq. Bax, bu şəkildə yoldaşlar, bu seçimləri eləyə bilərsiniz. İndi yoldaşlar, bu özəllikdən istifadə edərək, gəlin bu özəlliyi, bu xüsusiyyətdə bizim öz şərtimiz daxil edək. Yəni ki, bu hesablamaya daxil edək. Dedik ki, bax, burada weekend day count var. Bu bizə il sonuna qədər olan nəyi hesablayır? Həftə sonlarının sayını hesablayır. Amma mənə bu hər zaman lazım deyil. Bu nə zaman işə düşməlidir? Hansı ki, bizim burada bax, with weekend və ya ki, without weekend deməli, nə olmalıdır? İşə bu seçildiyi zaman. Demək ki, yoldaşlar, without weekend də bizim cədvəlimizdə hansı sıradadır? Baxın, ID2-dədir. Demək ki, biz orada bir hesablama eləyə bilərik, bir şərt qoya bilərik ki, əgər seçilən dəyər, yəni ki, selected value, əgər 2-yə bərabərdirsə hesabla, əks təqdirdə yox. Gəlin yoldaşlar, çıxılsın. If deyəcəm, şərt dedikdə ağlımıza gələn ilk ifdir, if statementdir, if şərtidir və logical test hissəsində yoldaşlar selected value deyəcəm və burada yoldaşlar artıq weekend button ID bərabərdirsə 2-yə. Dostlar, dedik ki, nədir? 2 nədir bizim üçün? Yəni ki, with weekend, daha sonra without weekend, yəni ki, həftə sonu olmadan, yəni ki, bizim əslində burada çıxmaq istədiyimiz bu weekend day count elə budur. Elə olan təqdirdə yoldaşlar, bax, həmin bayaq hesabladığım weekend day count-u seçəcəm. Yox, əks təqdirdə isə 0 olsun yoldaşlar. 0 nə deməkdir? Yəni ki, heç bir gün çıxmasın. Misal üçün, mən burada hesablayacağım, tutaq ki, bir 50 gün. Əgər həftə sonu seçimi olanda artıq bu 2 işə düşür, weekday count bu hesablamadan çıxılacaqdır. Yəni, misal üçün, həftə sonlarının, günlərinin sayı bu hesablamadan çıxılanda aşağıda da çıxılmış bir şəkildə hesablanacaq. Əks təqdirdə heç bir şey çıxmayacaq. Yəni ki, olduğu kimi davam edəcək. Bütün günlərini il sonuna qədər götürəcək. Aşağıda da eyni qaydada həmin hesablama getmiş olacaq. Gəlin baxaq yoldaşlar, düzgün şəkildə hesablamışıqmı? Və commit düyməsindən klikləyəcəm. Və yoldaşlar, with weekend dedikdə 0.89 gözlədiyimiz kimi, lakin without weekend deyəndə isə baxın, artıq bizim deməli dəyərimiz dəyişmiş oldu. Bax, bu da artıq nə göstərir yoldaşlar? Hətta gəlin burada maraq üçün hesablama eləyək. 0.89 və 1.24 yazacağım. Görə həqiqətən bu gündən etibarən həftə sonu və yəni ki, həftə sonu ilə bərabər və ya ki, həftə sonu olmadan necə fərq verir? Sadə hesablama eləyək yoldaşlar. Ümid edirəm, düzgün hesablama elədim. Bu şəkildə birini digərindən çıxaq, yəni ki, son dəyərli ilkin dəyərdən çıx və ilkin dəyəri böləndə artıq bu bizə nə qədər yoldaşlar? Təxmini 39% miqdarında əslində bizə bir yer qoyur ki, yəni sən 39% əslində daha artıq xərcləyə bilərsən, əgər həftə sonu, necə deyərlər, heç ara getməsən, heç bir xərc deməli etməsən. Və yoldaşlar, o zaman gəlin, geri qaydaq və bu şəkildə without weekend seçimində bu şəkildə qalsın və bu şəkildə hesablamamız da gerçəkləşdi. Dostlar, üzərindən keçmək gərəkirsə, burada nə öyrəndiniz? Hansı ki, sadə şəkildə ilk öncə il sonuna qədər olan hesablama hesabladıq, lakin içərisində necə bir şərt əlavə etmək olar? Eyni qaydada burada kalendar table'ın virtual yaradılması, həmçinin filter funksiyası vasitəsilə virtualın filtrlənməsi və controls vasitəsilə həmin o virtual cədvəllərin sayının, sətirlərin sayının tapılması və s. kimi məsələlərə baxdınız və onları da şərtləri necə əlavə etmək lazım olduğunu da burada deməli görmüş oldunuz. Dostlar, növbəti hesablamamıza keçək. Son iki hesablama. Days until balance reach zero. Dostlar, bu iki hesaplamanı ayrıca üzərində danışaq. Bunlar da maraqlı vizuallardır. Daha doğrusu maraqlı hesablamalardır.
Deyək ki, days until balance reach zero. Nə deməkdir yoldaşlar? Balansın sıfıra düşməsinə qalan gün sayı. Yəni ki, mövcud xərcləmə sürətinə görə pulun nə qədər günə bitəcəyini göstərir. Dostlar, belə bir şey demək istəyirəm. Bu measure, yəni ki, əslində sanki bizim bu project deyil, expense until month endə qədər endə bənzəyir sanki. Yəni ki, balans sıfıra düşənə qədər neçə gün qalır. Bu dostlar bizim birinci hesablamamızda, yəni ki, bu daily expense until month-da bizim əlimizdə konkret bir balans var. 221 manat, düzdürmü? Və bu balans, yəni ki, ayın sonuna qədər tutaq ki, qalıbsa 3 gün və bu 3 günə böləndə mənə gündəlik xərci verir, tamam? Bu mənim hansı ki, ayın sonuna qədər mən nə qədər xərcləyə bilərəm limitini göstərmək üçündür. Lakin bizim burada istədiyimiz isə nədir? Balansın da sıfıra düşməsinə qalan gün sayı. Yəni ki, mən hansı ki, əlimdə 221 manat var, mən bunu 73 manatdan xərcləyəndə bu mənə maksimum bəs edəcək nə qədərəm? 3 gün. Amma indi mən burada soruşuram ki, bax, əlimdə olan bu 221 manatı necə xərcləyə bilərəm ki, 3 gün deyil, misal üçün, nə bilim, olsun 5 gün, nə bilim, 4 gündən, yəni ki, 3 gündən daha artıq mən bunu optimal bir şəkildə xərcləyim ki, biraz daha artıq, elə bir ki, sanki bunu günlərə bölüm. Bax, əslində, məndən burada istədiyi budur, yoldaşlar. O zaman gəlin, bunu necə etmək olar? Bir üzərində düşünək və hesablamağa başlayaq. Yoldaşlar, days until balance reach zero-nu götürürəm buradan və measure table üzərində new measure dedikdən və əlavə edək bura eyni qaydada və gələk aşağı. Yoldaşlar, dedik ki, days until balance reach zero. Yəni ki, mən nə qədər xərcləsəm və bunu ən maksimum şəkildə bunu tarazlaşdıra bilərəm. Yoldaşlar, təbii ki də burada bir neçə fərzi irəli sürə bilərsiniz. Deyə bilərsiniz ki, çox sadə şəkildə running balansı, yəni ki, bu 221 manatı bölək, nə bilim, mən deyirəm ki, mən bundan sonra yazıb 73 manat, yox. Mən bundan sonra xərcləyəcəm gün ərzində, özümə söz verirəm 25 manat, düzdürmü? Belə olan təqdirdə, bəli, bu sizə nə qaytaracaq? Misal üçün, fikir versəniz, 8 gün qaytarır təxmini. Nə deməkdir yoldaşlar bu 8 gün? Yəni ki, mən əslində gündə 25 manat xərcləyəndə təxmini mənə 8-9 günə yaxın, yəni ki, bu mənə pul bəs eləyəcək. Amma təbii ki, yoldaşlar, biz bunu 25 manatı nəyə əsasən deyirik? Bax, əsas sual buradadır ki, yəni bu mən 25 manatı bu dəqiqə özümdən atdım, yəni ki, özümdən uydurdum. Amma mənim köhnə xərclərim görəsən həqiqətən də gündəlik ilə 25 manat mı olubdur? Bax, həmin bu hissədə bizim qarşımıza bir şərt qoyulur ki, bax, bu 25 manatı sən əsaslandırmalısan. Yəni, həqiqətən sənin köhnə xərclərin elə gündəlik 25 manatdırmı? Bəlkə daha azdır, bəlkə daha çox olubdur. Düzdür, məsələn, 50 manat olanda, baxın, daha az gün sənə bəs eləyəcəkdir. Bax, elə olan təqdirdə, yoldaşlar, gəlin, biz bu qarşısına yazmış olduğumuz bu dəyəri, yəni ki, yaxşı bir şəkildə əsaslandırmağa çalışaq. Dostlar, mənim ağlıma ilk gələn nədir? Bizim ümumiyyətlə, indiyənə qədər yəni ki, hansı sürətdə, hansı tendensiyada xərcləməli eləmişik. Yəni ki, yoldaşlar, mən datamıza baxanda, misal üçün, baxıram ki, bir günləri 35 manat xərcləmişəm, nə bilim, başqa bir vaxt 12 manat xərcləmişəm. Yəni ki, bəzən çox, bəzən az müəyyən bir xərcləmələrim olub, düzdürmü? Fikir verirsiniz, nə konkret bir 25 manat, nə konkret bir 50 manatdır, yox. Yəni ki, daha artığı, daha əksiyi var. Demək ki, biz bunu artıq bir ortalamasını tapsaq və ya ortalama yaxın bir şey tapsaq, bu bizə ortalama nə qədər gündəlik təxmini bizim xərcimiz olur, onu bizə verə bilər. Gəlin yoldaşlar, burada o zaman belə bir hesablama edək. Deyək ki, gündəlik orta xərc deyəcək. Dostlar, gündəlik orta xərc deyəndə ağlımıza ilk gələn nədir? Ən uzağı burada yoldaşlar nə iş görərik? Yəni ki, average funksiyası vasitəsilə və ya average x funksiyası vasitəsilə sadə bir şəkildə yoldaşlar ortalamasını taparıq gündəlik xərcin və ya ümumiyyətlə xərcin və bu bizə istədiyimizi verər. Lakin yoldaşlar, mən burada bir istisna etmək istəyirəm. Çünki niyə? Dostlar, bizim burada expense-imiz, xüsusilə də bu expense kateqoriyasını filtrləmək istəyirəm, göstərmək məqsədi ilə. Və yoldaşlar, fikir versəniz, ilk öncə təbii ki, dəyərlərimiz fərqlidir və fərqli zamanlardadır, düzdürmü? Və əsas məsələlərdən biri də nədir yoldaşlar? Bizim fikir versəniz, bax, bəzi tarixlər var ki, təkrarlanır. Yəni, təkrar nə deməkdir? Mən ayın ikisində, bax, həm grocery-yə, həm də transportation-a fərqli, deməli, məbləğlərdə və fərqli sourcelardan müəyyən bir xərcləmələrim olubdur. Yəni ki, mənim yoldaşlar, bir gün içərisində 2 ayrı xərcim olubdur, düzdür. Lakin yoldaşlar, nəticə olaraq bu bir gün içərisində olub, düzdürmü? Yəni ki, mən sabah sizdən soruşanda deyəndə ki, ayın ikisində yanvarın biri ayın ikisində nə qədər xərciniz olub deyəndə siz 35-i ayrı, 12-ni ayrı deməyəcəksiniz, düzdürmü? Bu tarix əsaslı, yəni time base, yəni ki, bu date base əsaslı deyəndə deyəcəksiniz ki, bu ikisinin cəmi, yəni ki, 47 manat olubdur.
Ay sol. Bax demək ki, yoldaşlar, demək istədiyim nədir indi? Mən deyəndə ki, tutaq ki, sadə bir hesablama. Bax bu 3 dənə günün ortalamasını tapın deyəndə siz bunu nə edə bilərsiniz? Ən uzaq yoldaşlar, bu üçünü cəmləyəcəksiniz, böləcəksiniz sayına. Yəni ki, yoldaşlar nədir bu? Məsələn 35 plus 12 plus 2, yəni ki 6 deyəcəksiniz bu şəkildə. Enter düyməsini klikləyək 53 və bunu yoldaşlar 3-ə böldüyünüz anda nə çıxır yoldaşlar? Təxminən 17 manat, nə bilim 70 qəpik çıxır, düzdürmü? Hansı ki bu adi average funksiyası vasitəsilə, zaten average də bu şəkildə işləyir, düzdür? Average funksiyası vasitəsilə edilən bir şeydir. Lakin yoldaşlar, mən burada 3 gün yazdım ha, və yaxud ki 3 yazdım ha. Bu 3 bu ədədlərinin sayının, yəni ki bu ədədlərin sayıdır. Amma yoldaşlar, mənim orta gündəlik xərci vermir axı, düzdürmü? Çünki niyə? Mənim bəli 3 dənə ədədim olmasına baxmayaraq, əslində bu 3 ədəd originalda 2 gündə xərclənibdir. Yəni ki, mənim əslində buraya yazacağım nə olmalıdır? 2 gün olmalıdır. Əslində, yoldaşlar, baxın, mənim orta xərcim 17 manat deyil də, əslində 26 manat olduğunu görə bilərsiniz. Yoldaşlar, bu məntiqini tam başa düşməyə çalışın. Çünki bizim burada average funksiyasını vasitəsilə etməyimiz düşünürəm ki, bizə uyğun deyil. O səbəbdən bu şəkildə bir hesablama etməliyik. Yaxşı, dostlar, biz bu 2 günü, yəni ki, bu distinct olan bu tarixləri, ayın 2-si və 4-ünü necə tapacaq Power BI-də? Gəlin baxaq. Yoldaşlar, gündəlik orta xərc hissəsindən gəlirəm və var, yəni ki, variable deyək, bir də dəyişən tanımlayaq. Belə bir adlandırma ilə yoldaşlar, average daily expense deyəcəm adına və yoldaşlar, təbii ki də bizim burada fikir versəniz, total expense-dən total artıq zaten income'ımız var. Nədir bizim? Bizə lazım olan nədir? Total expense. Yəni ki, ortalama gündəlik xərcimiz nə qədər olduğunu tapmaq üçün expense bizə kifayət edir. Bu səbəbdən yoldaşlar, total expense deyəcəm və bölünsün. Yoldaşlar, dedik ki, nədir? Biz bunu neçə gündə xərcləmişik? Yoldaşlar, hətta bayaqlar onu deməyi unutdum. İndi təbii biz burada yəni ki, cüt günlərdən danışırıq. Əslində, bəzi günlər ola bilər ki, ümumiyyətlə orada xərc olmaya bilər. Hətta fikir verirsiniz, yoldaşlar, ayın 2-sindən sonra ayın 3-ünə keçir, daha sonra 4-ünə keçir, ayın 3-ü yoxdur arada. Yəni, bu o deməkdir ki, yoldaşlar, əslində biz burada yəni adi günün sayını tapmaq bizə kifayət eləmir. Yəni ki, hansı ki, bəzi günlərdə fikir versəniz, ümumiyyətlə xərcimiz yoxdur. Bu belə olan təqdirdə yoldaşlar, biz burada artıq gəlib də kalendar cədvəlini başdan sona count rows, elif və s. tapmağımız bizə kifayət etmir. Çünki kalendar table'ın özündə də yəni ki, xərc olan olmayan, duplikat olan olmayan bütün günlərin hamısı var deyə o da bizə sərf eləməyəcək. Bunun əvəzinə yoldaşlar, biz elə bu kalendarın da yaranmış olduğu datanın özündə, data cədvəlinin özündə, yoldaşlar bizim bir sütunumuz var, elə date sütunu zaten bayaq göstərdiyimiz, bu sütunda olan, distinct olan, yəni ki, təkrarlanmayan günlərin sayını tapsaq, bizə bayaqki o ikini vermiş olacaq. Gəlin baxın, yoldaşlar, total expense deyəcəm və funksiyamızın adı nə olsun, yoldaşlar? Distinct count. Total distinct count deyəcəm və data cədvəlinin date sütunundan istifadə edəcəm. Ben yenidən deyirəm yoldaşlar, burada kalendardan istifadə etməyəcəm. Çünki kalendarda bütün günlərin hamısı var. Amma bizim cədvəlimizdə isə bəzi günlər yoxdur, bəzilərində isə duplikat var, yəni ki, təkrarlanma var. O səbəbdən elə emaillə həmin o cədvəlin özünün date'indən istifadə etmək bizim bu case'də daha ağlabatan sayılır. Və bundan sonra yoldaşlar bu bizə gündəlik orta xərci vermiş olacaq. Və bundan sonra yoldaşlar return deyəcəm və sadə bir şəkildə running balance deyək. Yəni ki, nə deməkdir bu yoldaşlar? Yəni mənim gündəlik orta xərcim indiyənə qədər tutaq ki, deyirəm, olubdur, fərz eləyək ki, 30 manat, mənim də əlimdə nə qədər var? 220 manat, düzdürmü? Sadə şəkildə 220 manatı əgər mən gündəlik orta xərcə 30 manatı tutaq ki, beləsi olsam, bu mənə bir rəqəm verəcək. O rəqəm də bizim nəyimizdir? Deməli, gün sayımız. Yoldaşlar, average daily expense-də buraya əlavə edək. Bunu silək buradan və enter düyməsində klikləyəndə bu bizə həmin o xərci vermiş oldu. Gəlin, daha doğrusu günü vermiş oldu və fikir verirsiniz yoldaşlar, burada 6 yazdığını görə bilərsiniz. Dostlar, yenə maraq, yəni ki, bir tam aydın olması baxımından demək istəyirəm ki, baxın, bizim buradakı rəqəmimiz 73 manatdır. Hansı ki, bu 3 günə bölünmüş dəyərdir. Yəni ki, sanki mən bu 73 manatla üzərinə gedəsi olsam, əslində bu mənə 3 gün bəs eləyəcəkdir. Lakin yoldaşlar, mənim hesablamam artıq bunu göstərir ki, mənim əslində əvvəlki xərclərimlə getsəm və onları özümə örnək götürsəm, necə deyərlər, bir əsas götürsəm, bu əslində mənə 3 gün yox da, əslində 6 gün bəs eləyəcəyini mənə bildirir. Bu da bu şəkildə bir hesablama sayılırdı. Düşünürəm ki, sizin üçün maraqlı olacaq. Və yoldaşlar, burada nəyə diqqət edəcəksiniz? Əsas məsələ bu distinct count-un istifadə olunmasına. Çünki niyə distinct count, niyə kalendar table-dan deyil də buradan gəldiyini videoda artıq bunu dedim. Bunu ayrıca araşdırmanızda da tövsiyə var.
burada 6 gün göstərir. Hətta siz belə eləyə bilərsiniz ki, yəni bu 6 günə düşən gündəlik xərc nədir? Yəni sadəcə 221 zaten 6-ya böləndə onsuz da onu verir. Bunu da hesablayıb bunun bir kənarında bir nöqtədə bildirə bilərsiniz ki, yəni əslində 73 manat deyil də mən əslində tutaq ki, hesablama xərcləyə bilərəm nə qədərəm? Atıram 40 manat və olan təqdirdə həm onu, həm də bunun arasında yəni bunu görmək olar 73 manatı və 40 manatı görmək olar ki, aradakı müqayisəni də apara biləsiniz deyə. Dostlar, bu da bu şəkildə bir hesablama sayılır. İndi sonuncu məsələ isə yoldaşlar, bu da düşünürəm ki, bu dərsin ən maraqlı funksiyalarından biri, hesablamalarından biri olacaqdır. Bu da nədir yoldaşlar? Projected End of Year Balance. Yoldaşlar nədir? İlin sonuna proqnozlaşdıran balans olacaq. Yəni ki, yoldaşlar, mənim əlimdə hal-hazırda 221 manat var, düzdürmü? Və mən ilin ortasındayım, hardasa aprel ayındayım. Və mən yoldaşlar, bu təbii ki də bundan sonra illaki bir xərcim olacaq, illaki bir gəlirim olacaq, düzdürmü? Mən bundan sonra bu templə, bu temp dediyim də hansı tempdir yoldaşlar? Məsələn, indiyənə qədər necə xərcləmişəm və necə qazanmışam, yəni gündəlik, aylıq və s. Həmin o trendlə gedəsi olsam, mən bundan sonra ilin sonunda nə qədər pul yığacam, nə qədər deməli mənim balansımda qalacaq, mənfiyə düşəcəm, müsbətə düşəcəm, onun proqnozlaşdırmasına dair olan bir hesablama sayılır. Yoldaşlar, həmən gəlirəm, Projected End of Year Balance seçirəm buradan və gəlib burada New Measure deyək, əlavə edək və hesablamaya başlamışdan öncə yenə üzərində bir müzakirə aparmağa çalışaq. Dedik ki, yoldaşlar, ilin sonuna qədər olan balans. Yəni ki, mənim əlimdə bu 221 manat ilin sonunda nə olacaq? Deyək ki, müsbət olacaq, mənfi olacaq və ümumiyyətlə bu 221-dən yüksək olacaq və ya az olacaq və ya eyni olacaqdır. Onu hesablamağa çalışmalıyıq. Yoldaşlar, istisnasız biz ilin sonuna qədər getməyimiz üçün təbii ki də bizə nə lazımdır? Yoldaşlar, ilk öncə yəni ki, biz indiyənə qədər ümumiyyətlə nə xərcləmişik? Yəni, mən bilmək istəyirəm ki, tutaq ki, bundan sonra təxmini mənim 240 günüm var, düzdürmü? Və əlimdə 221 manat balans var, bu bir. İkincisi də nədir? Bizim bundan sonra gələcəkdə 240 günümüz var. Yəni ki, mən bundan sonra 240 gün gəlir və xərc kateqoriyası əlavə eləyə bilərəm bizim bu cədvəlimizə. Demək ki, mən indi yoldaşlar, normalda bu balansı hesablayarkən, gəlin onu göstərim ilk öncə, bu balansı hesablayarkən adi şəkildə total income-dan total expense-i çıxmışam. Amma bu hansı total income və total expense-dir? Hansı ki, bizim indiyənə qədər ki, yəni faktikini bu göstərir. Yəni ki, mən faktiki bu qədər gəlir əldə eləmişəm və faktiki olaraq da bu qədər expense etmişəm və bunları bir-birinə çıxanda 221 manatı alıram. Amma yoldaşlar, bəs yaxşı, mən elə günü sabahdan nə qədər qazanacam? Və günü sabahdan nə qədər xərcləyəcəm. Bax, bunu bilmək üçün yoldaşlar, artıq biz mütləq keçmişi ilk öncə tapmalıyıq. Zaten artıq var əlimizdə aşağı-yuxarı və bunu gələcək üçün proyeksiya etməliyik. Yoldaşlar, həmən gəlirəm. Burada deməli bizim yeni hesablamamız hansı ki budur. Projected End of Year-dır. Dostlar, ilk öncə neçə gün qalıb biz onu tapmağa çalışaq. Dedik ki, yoldaşlar, ilin sonuna deməli, qalan gün sayıdır və bunu yoldaşlar bayaqlar olduğu kimi adi şəkildə bir hesablamağa çalışaq və dative funksiyası da etməyə çalışaq təbii ki də. Dative funksiyası today, həmçinin burada yoldaşlar date funksiyasından da istifadə edək il sonunu bildirmək üçün. Year, today, 12 və 31. Həmin gündə, yəni ki, bu gündə əlavə etmək istəyirsinizsə plus 1 deyəcəksiniz və bundan sonra, daha doğrusu bura yox, dative'in bitişinə yazarıq. Şəkildə plus 1 yazsaq kifayət edir. Bu bizim yoldaşlar nədir? İl sonuna qədər qalan gün sayıdır. İndi bundan sonra yoldaşlar bizdən dedik ki, nə lazımdır? Mənim tutaq ki, fərz eləyək, burada hesabladıq, bu çıxdı nə qədərəm? 240 gün təxmini. Bəs yaxşı, 240 gün mən hər gün ortalama nə qədər pul deməli xərcləyəcəm və ya nə qədər pul qazanacam? Dostlar, bunu tapmaq üçün, bunu proyeksiya etməkdən ötürü biz ən sadə üsulla bəs yaxşı, indiyənə qədər nə xərcləmişəmsə, elə eyni templə indidən sonra da xərcləyim. Yəni ki, mən indiyənə qədər tutaq ki, ortalama gündə 25 manat xərcləmişəmsə, qoy elə bundan sonra 240 gün üçündə 25 manatı təxmini nəzərdə tutum. Ayso, belə olan təqdirdə, yoldaşlar, mənə nə lazımdır? Mütləq şəkildə bir ədəd günlük orta xərc və ya gəlir. Birinci xərci hesablayaq, sonra gəlirə keçərik. Mənə günlük orta xərc olduğunu deməli yaza bilərik burada. Yoldaşlar, sadə bir şəkildə var, yəni ki, bir variable deyək, average daily expense deyə bir hesablama etməyə çalışacaq. Yoldaşlar, nə deyək? Yenə bayaqlar olduğu kimi, hansı ki biz
bundan bir əvvəlkində necə hesabladıq? Yəni, gündəlik xərci necə tapmışdıqsa, eyni prinsiplə gedək. Total expense bölünsün distinct count, hansı ki, bayaq distinct count'un nə işə yaradığını və niyə istifadə olunduğunu artıq dedim. Və data bölək, bizə gündəlik orta xərcimiz nə qədərdir, onu hesablasın. Dostlar, heç dayanmadan gündəlik orta xərc olduğu kimi, gündəlik orta gəlir də olsun. Burada expense'in yerinə income yazaq və expense'in yerinə eyni qaydada income yazaq. Bu da bizə orta gəliri hesablayacaqdır. Yaxşı yoldaşlar, günlük orta xərcim var keçmişdə, yəni ki, mən gündəlik bu qədər xərcləmişəm, bu qədər qazanmışam və bundan sonra 240 gün boyunca da eyni şey davam etdirsəm, nə baş verəcək? Yoldaşlar, nə demək istəyirəm? Yəni ki, mən fərz eləyək, günlük orta xərcim hesabladım ki, çıxdı nə qədərəm, sən demə 5 gün, daha doğrusu 5 manat, düzdürmü? Yaxşı, mənim də qarşımda nə qədər var? Var, tutaq ki, deyirəm, təxmini 200 gün, düzdürmü? Ayso, demək ki, yoldaşlar, mən bu 5-i gündəlik 5 manatı əgər 200 gün arxa-arxaya dayanmadan bu şəkildə xərcləsəm, mənim ilin sonunda total xərcim nə qədər olacaqdır? Deməli, 1000 manat. Yaxşı, günlük orta gəlirə baxıram ki, sənəmə günlük orta gəlirim nə qədər imiş? Tutaq ki, 8 deyək buna, 8 manat və yenə təbii ki, eyni gün qalır, 200 günüm qalır. Bu da ilin sonunda deməli nə qədər olacaqdır? Təxmini, deməli, 1600. Ay yoldaşlar, baxın, biz proyeksiya elədik, proqnoz elədik ki, əgər əvvəlki 8 manatı qazana gedəsi olsam, eyni qaydada mən ilin sonunda 1600 manat qazanmış olacam, 5 manatdan xərcləsəm, ilin sonunda total 1000 manat xərcləmiş olacam. Zaten yoldaşlar, 1600-dən də 1000 çıxanda o bizə nə verəcək yoldaşlar? Normalda balansı zaten income-dan expense çıxmışıq, düzdürmü? İndi isə, baxın, average daily income-dan average daily expense bu dəyərləri çıxası olsaq, bu bizə artıq ilin sonundakı proqnoz balansı bizim üçün vermiş olacaq. Yəni yoldaşlar, indi onu da ən sadə şəkildə hesablamağa çalışaq. Belə bir şey ilə yoldaşlar, gəlin ilk öncə proyeksiya olunmuş, yəni projected expense hesablayaq. Yuxarıda olduğu kimi. Dostlar, average daily expense, yəni ki, var deyəcək və projected, elə eyni adlı expense deyəcəm buna. Sadə şəkildə yoldaşlar, average daily expense vurulsun nəyə? Remaining deyilsə. Baxın dostlar, burada yazmış olduğum düsturu elə ki, sanki aşağıda tətbiq edirəm. Və yoldaşlar, eyni qaydada projected expense dediyimiz kimi də eyni qaydada nə edək? Projected, deməli, income üçün bunu gerçəkləşdirək və burada projected income deyəcəm. Average daily expense-in əvəzinə income deyəcək. Bu da bizə nəyə verəcək yoldaşlar? İlin sonuna qədər olan gəliri bu xərci verəcək. Sadə şəkildə bundan sonra yoldaşlar nə iş görəcəksiniz? Ən sadə şəkildə bu income-dan, proyeksiya olunmuş, proqnoz olunmuş bu income-dan bu expense-i çıxsanız, bu sizə ilin sonunda nə qədər, yəni ki, bu templə gedəsi olsaz, ilin sonunda nə qədər hesablama, daha doğrusu nə qədər gəlir əldə etdiyinizi və ya ziyana getdiyinizi bildirmiş olacaq. Dostlar, gəlin sürətli bir şəkildə üzərindən keçək, daha sonra isə komitimizdən klikləyək və nəticəyə baxaq. Yoldaşlar, dedik ki, bizə ilin sonuna qədər bizim nə qədər balansımız olacaqdır, o bizə maraqlıdır. Və bunu hesablamaq üçün yoldaşlar, əlimizdə olan nə idi? Bizim əvvəlki xərclərimiz və əvvəlki gəlirlərimiz. Dedik ki, yoldaşlar, təxmini misal üçün mənim əvvəlki gəlirim tutaq ki 5 manatdırsa və mənim bundan sonra 200 günüm varsa, bu eyni templə, yəni ki, əvvəlki günlərdə, indi 4 ay boyunca mən gündəlik 5 manatdan xərcləmişəmsə, elə eyni templə də əgər davam eləsəm, bu mənə ilin sonunda nə olacaqdır? 1000 manat. Eyni qaydada gəlir üçün hesabladıq ki, indiyənə qədər mən gündəlik qazanmışam 8 manat və 200 günüm qalıbsa 1600-dür və birini digərindən çıxanda bu mənə ilin sonundakı, zaten bunlar ilin sonu üçün hesablanır, 200 gün, ona görə 200 gündür ki, bundan sonraki günlər deyil, ilin sonuna qədər. Buradakı rəqəmlər isə ilin sonunda olan rəqəmlərdir. Bir-birindən çıxanda elə ilin sonundakı rəqəmi bizə verəcək, yəni ki, 600-ü bizə deməli vermiş olacaq. Həmçinin yoldaşlar, bax bu dediklərimi aşağıda burada hesapladım və ən sonunda isə projected income-dan projected expense-i çıxdıq və yoldaşlar, gəlin indi bunu burada deməli baxaq, görək düzgün nə hesaplamışıq və projected end of year əlavə etdiyimiz zaman, baxın yoldaşlar, 485 manat olduğunu görə bilərsiniz. Yəni ki, əslində 221 manat balansımızda, hal-hazırki balansımızda. Eyni xərcləmə ilə davam eləsək, bu ilin sonunda 485 olduğunu görə bilərsiniz. Yoldaşlar, bir məsələni unutmadan deyim, yəni buradakı 485 manat sadəcə, yəni ki, bizim əvvəlki xərclərimizin və gəlirlərimizin proyeksiyası olunmuş halıdır. Yəni biz əgər bundan sonra bu şəkildə davam eləsək, 0 manatdan, əgər balansımız 0 olsaydı, bu ilin sonunda 485 manat olacaqdı. Lakin təbii ki də bu əlimizdə 0 deyil, düzdürmü? Bizim əlimizdəki nədir hal-hazırda? Balans 221 manatdır. Yəni ki, bu 485 221 manat olmadan olan 485-dir. Sadəcə expense və income-ın
ilin sonuna olan proyeksiyasıdır. O səbəbdən əgər istəyirsinizsə burada bu 221 manatı da bu hesablama içərisinə əlavə eləyə bilərsiniz. Yəni ki, yoldaşlar, projected income və expense-dən sonra da və ya əvvəlində fərq etməz. Bu running balansı və ya balansı əlavə eləyəsi olsaz, yoldaşlar, burada müəyyən bir dəyəri görəcəksiniz. Hansı ki, bu nə deməkdir, yoldaşlar? Hal-hazırda əlimizdə olan bu balans 221 manat. Nə oldu, yoldaşlar? 706 manat olacaq. Əgər ilin sonunda bu şəkildə düzgün şəkildə xərcləsək və gəlir əldə etsək, heç bir problem çıxmadan bu ilin sonunda bu şəkildə olmuş olacaq. Dostlar, bu dərsimiz bunlardan ibarət idi. Müəyyən maraqlı hesablamalar etdik. Müəyyən anlayışlara toxunduq. Düşünürəm ki, əgər siz də xüsusilə də finans və ya mühasibatlıq və s. sahələrində çalışırsınızsa, bu sizin marağınıza gələcək və köməyinizə çalışacaq. Həmçində sizə ehtiyac ola biləcək məsələlərdən idi. Bunları etməyə çalışdım. Təbii əlavədə sualınız olarsa, təklifləriniz olarsa mütləq mənə bildirməyə çalışın. Mütləq mənə bildirin. Onları da ayrıca videolarda, ayrıca dərslərimizdə toxunarıq. Yoldaşlar, bugünkü dərsimiz buna ibarət idi. Gələn videoda görüşənədək.